güclü dindarlığın ən bariz nümunələrindən biri Həzrəti Xədicə salamullahi aleyhadır. Həzrəti Xədicə nə əzəmətli ruh sahibidir. Mən anlaya bilmirəm bəzi insanların məqamının hikmətini. Cəbrail nazil olur Peyğəmbərə, deyir, ya Rasulallah, Allah Xədicəyə salam göndərir. Adam gedib hara çıxa bilər, hansı zirvəyə çıxa bilər? O xanımın bugün vəfatıdır. Nə qədər güclü ruha sahibi idi. Hər şeyini verdi Peyğəmbərə. Şəb-i Əbi Talibdə bir xurmanı 2 adama bölüb yirdi. Heç ona düşmürdü də ondan. Nə vaxt onun adı çəkilsəydi Peyğəmbər ağlayardı. Ömrünün sonuna qədər. Xədicə deyən kimi Peyğəmbər fikrə gedərdi. Dərhal qəm gələrdi Peyğəmbərə. Xədicənin adı gələndə. O qədər nurani bir adam idi. Hiradan Peyğəmbər qayıdır, ilk vəh gəlib. Həzrəti Əli ilə qayıdır Peyğəmbər Hira mağarasından. Gəlir Həzrəti Xədicənin evinə birbaşa. Deyir ki, mən Peyğəmbərəm. Mən Peyğəmbərəm deyəndə deyir, Əssalamu aleykə ya Rasulallah. Çək çevirsiz. Qəlb o qədər nuranidir ki, qəlb elə onu hələ o vaxtdan seçib bəyənib. Ona uzun uzadı dəlil gətirmək lazım deyil. Elə deyim, mən Peyğəmbərəm, qəlb o qədər pakdır ki, dərhal şəhadət verir. Salam olsun sən Allahın Peyğəmbəri. Bir adam, xanımlar xanımı Həzrəti Fatiməyə ana olmağa ləyaqəti var. Onun bətnindən Həzrəti Zəhra dünyaya gəlibsə, görün o kimdir? Harada Həzrəti Zəhra formalaşıb onun bətnində? Xanım Zəhraya layiqli ana olasan. Az analıq elədi Həzrəti Zəhraya. Qızını da tanıyırdı, az yaşı vardı Həzrəti Fatimənin. O qədər təvazökar idi. Təsəvvür edin, bir xanım bütün varını, dövlətini verib Peyğəmbərə, hər şeyini. İndi o qədər bir zərrə iddia yoxdur da, mən yoxdur da, o qədər təvazökərdir, balaca qızını çağırır, deyir, qızım, atan səni çox istəyir. Xahiş elə mənim əvəzimdən ki, köynəyini mənlə qəbrə qoysun. Qəbrin əzabından qorxuram. Ona da həyası imkan vermir ki, özü desin ki, ya Rasulallah, onlar köynəyindən birini mən. İnsanlar hara gedib çatıblar, ay Allah? Nə məqamlara gedib çatıblar? Həyanın, abrın hansı dərəcələridir? Həzrət Fatimə tez itirdi anasını. Ağlayırdı, deyirdi, anam hanı, anam hanı. Sakitləşə bilmirdi. Hədis buyurur ki, Cəbrail nazil oldu. Dedi, ya Rasulallah, götür Fatiməni qucağıma, müjdə ver. Dinən anan cənnətdədir ki, aram olsun. Allah təskinliyi verir Fatiməyə. Fatiməyə təskinliyi verir ki, götür, sığalla, dinən ki, anan cənnətdədir ki, Fatimənin ürəyindən buna rahatçılıq çıxsın.